Which statements are true according to the passage? Mətnə əsasən hansı cümlələr doğrudur? Birincidə the organization helps to protect our planet. Yəni təşkilat bizim planetimizi qorumağa köməklik göstərir. Birinci cümləmiz mətnə əsasən doğrudur. Çünki mətnimizin ən sonunda da bu haqda məlumatı görmüş oluruq ki, onlar planeti qorumaqda ruhlandırır insanları. Və eləcə də mətn daxilindəki məlumatlardan da bu cümlənin doğruluğu qənaətinə gəlmiş oluruq. İkincidə National Geographic sells sport clothes in shopping malls. National Geographic, yəni milli bu təşkilat demək alış-veriş ticarət mərkəzlərində idman paltarlarını satır. Məlumatımız yanlışdır, belə bir məlumat qeyd olunmayıb. The society was started by explorers to share knowledge about the earth. Yəni cəmiyyət yer kürəsi haqqında bilik paylaşan tədqiqatçılar tərəfindən başladılmışdı. Yəni bu təşkilatın başlanması haqqındakı məlumatımızdır və burada birinci paraqrafda qeyd olunan məlumata əsasən düzgün olduğunu görmüş oluruq. Üçüncü cümləmizdə doğru götürülür. Dördüncüdə the organization is hardly known around the world. Yəni təşkilat çətin ki, bütün dünyada tanınsın, yəni dünyada tanınmır kimi verilib. Hardly əsasən cümləmiz inkara dəyişib. Əksinə isə bütün dünyada tanındığı üçün dördüncü cümlə yanlış sayılır. Doğru cavabımız mətnə əsasən 1-3 götürüləcəkdir.